Salamlar, hər vaxtınız xeyir olsun. Bu videomuzda həm buraxılış, həm də qəbul imtahanlarımızın əvəz olunmaz mövzusu olan, həmçinin 2 və 9 mart tarixlərində hər iki zonda üzrə 11-ci siniflərin buraxılış imtahanlarına düşən və eyni zamanda növbəti aylarda keçiriləcək olan 9-cu siniflərin buraxılış imtahanları və qəbul imtahanlarında mütləq şəkildə yer alan bu mövzumuz paralel köçürmə, simmetriya, müstəvi koordinat sistemində simmetriya və fəzada simmetriya olaraq öyrənilir. Çox vaxt itirmədən dərs izahına keçmək istəyirəm. Birinci növbədə müstəvi koordinat sistemində olan simmetriyadan danışacağım. Burada fərz edək A nöqtəsi verilibdir. A nöqtəsini 2, 3 olaraq işarə edək. Biz bu hissədə artıq bilirik ki, həmişə birinci yazılan x-dir, daha sonra yazılan y-dir. Əgər fəzada olsa bu, misal üçün A nöqtəsi 2, 3, 5 olaraq qeyd edirəm. Burada həmişə yenə də dəyişməyən birinci növbədə x-dir, daha sonra y və axırıncısı z aplikat oxu. X oxuna biz absis, y oxuna ordinat deyirik. OX, OY də adlandırıla bilər. Bu hissədə A nöqtəsi yer almaqdadır və burada verilən suallara fikir verin. Birinci növbədə A nöqtəsi x, y olaraq göstərirəm, daha sonra ədəd üzərində göstərəcəm. Deyir ki, OX oxuna nəzərən simmetrik göstər, OY oxuna nəzərən simmetriyanı göstər və O 0, 0, yəni koordinat başlanğıcına görə simmetrik olan nöqtəni qeyd edildi. Rahat olsun deyə mən belə deyirəm. Hansı hərf qeyd olunsa, indi burada absisdirsə siz bilməsiniz, absis x oxudu, ordinat isə ordinat y oxudu, koordinat başlanğıcı isə o 0, 0 nöqtəsi, heç biri yoxdur. Hansı hərf varsa, o hərf olduğu kimi qalır, x qalır, y əksinə olaraq dəyişir, mənfi y. Əgər bu mənfi y olsaydı, müsbət y olasıydı. İkincidə, o y oxuna görə. Y varmı? Y ikinci yazılan. Y olduğu kimi qalır, x dəyişir, mənfi x, y və üçüncüsü koordinat başlanğıcı, yəni o 0, 0 heç biri yoxdur, onda hər ikisi dəyişir. Mənfi x, mənfi y olaraq qeyd olunur. Əgər o x oxuna görədirsə, birinci yazılan həmişə x-dir, x olduğu kimi qalır, 2 olduğu kimi qalır, 3 əksinə dəyişir, olur mənfi 3. O y oxuna görədirsə, y olduğu kimi qalır, x əksinə dəyişir, yəni mənfi 2, 3. Və koordinat başlanğıcına görə, o 0, 0 nöqtəsinə görə qeyd eləsə, onda hər ikisi dəyişir. Mənfi 2, mənfi 3 olaraq qeyd olunur. Fəza koordinat sistemində də eyni qaydada qalır. Artıq burada birinci yenə də x oxu, sonra y, daha sonra z oxu qeyd olunur. Və burada verilən suallar belədir. Fikir verin, o x oxuna görə dəyiş, o y oxuna görə dəyiş, o z oxuna görə dəyiş, o 0, 0 nöqtəsinə görə dəyiş. Birinci növbədə bunları yazım. O x oxuna görə deyəndə x olduğu kimi qalır, digərlər dəyişir. Yəni x qalır olduğu kimi, mənfi y, mənfi z olur. O y oxuna görə deyəndə y olduğu kimi qalır, digərlər dəyişir. Mənfi x, y, mənfi z. O z oxuna görə deyəndə x, y dəyişir, mənfi x, mənfi y və z olduğu kimi qalır. Koordinat başlanğıcına görə heç bir hərf yoxdur, onun hamısı dəyişir. Olacaq mənfi x, mənfi y və mənfi z. Bu şəkildə göstərilir. Burada əlavə olunan hansı hissələr var? Misal üçün bizdən soruşa bilər o x, y, onda soruşa bilər o x, z və soruşa bilər o y, z. Fikir verin, x, y verirsə y, x verməm adı yoxdur, eyni şeydir. Eyni zamanda x, z verirsə z, x vermə mənası yoxdur. Bunu belə də yaza bilər. X, o, y də göstərə bilər. Verə bilər z, o, y və s. Yəni, bu formada verilsə də siz diqqətli olun, hansı hərf varsa onlar qalır, olmayan dəyişir. X, y-dən x, y olduğu kimi qalır, x, y və z mənfiləşir, mənfi z. Əgər mənfidirsə müsbətləşir. O, x, z deyəndə x və z olduğu kimi qalır, x, mənfi y və z olduğu kimi qalır. O, y, z desə x dəyişir, mənfi x, geri qalan hamısı qalır, y, z. İndi isə bunun izahını mən ədədlər üzərində göstərmək istəyirəm. Misal üçün x, y, z-in yerinə burada qeyd elədiyimiz A nöqtəsi olsun 2, 3, 5 nöqtəsi olaraq. Birinci həmişə x yazılır, sonra y, sonra z. Bunu unutmayın. Birinci növbədə o x-ə görə dəyişsə, x olduğu kimi qalır 2, mənfi 3, mənfi 5 olaraq dəyişir. O y-ə görə dəyişsə, y olduğu kimi qalır, mənfi 2, mənfi 5 olaraq olur. Mənfi 2, 3, mənfi 5. O z-ə görə dəyişsə, diqqətli olun, z olduğu kimi qalır, digərlər dəyişir. Mənfi 2, mənfi 3 və 5. Əgər burada mənfilər olsa, orada müsbətləşir. Bu hissədə diqqətli olun. Və o 0, 0, 0 nöqtəsinə görə dəyişsə, onda hamısı dəyişir. Mənfi 2, mənfi 3, mənfi 5.
ve əlavə eləyim. O x, y-ə görə dəyişsə 2 olduğu kimi qalır. 3 də olduğu kimi qalır. Burada z olmadığına görə -5. O x z-ə görə dəyişsə x və z olduğu kimi qalır. 2, -3 və 5. Və sonuncu olaraq o y z-ə görə dəyişsə, bu hissədə x dəyişir -2 olur. Geri qalanlar 3, 5 olduğu kimi qalır. Bir daha deyirəm, siz orada qeyd edə bilərsiniz. Hansı hərf varsa o hərf olduğu kimi qalır, olmayan əksinə olaraq dəyişir. Lövhənin sol tərəfində düsturları qeyd edəcəm, sağ tərəfində isə hər hansı bir ədədlər üzərində göstərəcəm. Birinci növbədə fərz eləyək ax, y nöqtəsi verilibdir və burada y bərabərdir x simmetriyasını göstərin deyir. Y bərabərdir x oxuna görə simmetrik olanda sadəcə olaraq a-nı biz a' olaraq işarə edirəm. X və y-in yerlərini dəyişirik. Y x olur. Diqqətli olun. A nöqtəsi yenə x, y qeyd edirəm. İkinci növbədə y bərabərdir x yox, -x-ə görə simmetrik olan nöqtəni göstərin deyir. Yenə də a' olaraq qeyd edirəm. Birinci növbədə qaydamız necə idi? Y və x-in yerini dəyişirik. Burada yenə də y və x-in yerini dəyişirik. Burada olan mənfiyə görə mənfi qiymətlər qeyd edirik. Fərz A nöqtəsi 5, 8 nöqtəsidir və y bərabərdir x-ə görə simmetrik nöqtəni göstərir. Onda olacaq 8, 5 və salam. Və yaxud A nöqtəsi yenə də 5, 8 göstərirəm. Y bərabərdir -x. Onda olacaq 8, 5. Birinci addım yerlər dəyiş. İkinci addım mənfiyə görə mənfiləri qeyd elə. Əgər bunlar mənfi olsa müsbət olacaq. Burada isə mənfi olsa mənfilər olduğu kimi qalacaq. Bu hər iki qayda sadə qaydalardır. Növbəti biraz çətin olan qaydamız bundan ibarətdir. X, y nöqtəsi verilibdir. X bərabərdir A düz xəttinin nəzərin simmetriyanı göstərir. Diqqətli olun. Birinci növbədə x bərabərdir A-ya görə simmetrik soruşanda yazırsınız 2A çıx x və y. İkinci növbədə A, x, y nöqtəsi verilibdir. Bu dəfə soruşur, y bərabərdir B düz xəttinin nəzərin simmetriyanı göstərir. Bu hissədə fikir verin. X olduğu kimi qalır, y bərabər B deyildimi? 2 vurulsun B çıx, y qiymətini yazırsınız. Və bu hər iki qaydaya uyğun olaraq bəzən verilibdir A, x, y nöqtəsi və üzərində artıq nöqtə qeyd olunur. B nöqtəsi, C nöqtəsi fərq eləməz. A, B nöqtəsinə görə simmetriyanı göstərin deyir. Diqqətli olun. Birinci növbədə ayrı-ayrı x, a, y, b vermişdik. Burada biz bilirik bu x-dir, bu da y-dir. Nöqtəyə görə simmetriyanı göstərir. Artıq bunun həlli necə olacaq? Diqqətli olun. A və B nöqtəsinə görə dedikdə birinci növbədə yazırsınız. 2 vurulsun A, çıxılsın x, burada olan nöqtə. Və 2 vurulsun B, çıxılsın y olaraq qeyd olunur. Yəni fərz edin bu düsturları ayrı-ayrılıqda öyrəndik və ikisini bir arada öyrəndik. İndi isə bu düsturların həllərini ədədlər qeyd edərək göstərəcəm. A nöqtəsi verilibdir. Biz burada ədədlər dəyişə bilərik. Elə 5, 8 olaraq saxlaya da bilərik. 5, 8 nöqtəsi. X bərabərdir 3 düz xəttinə görə simmetriyanı göstərin deyir. Qaydaya görə necə olacaq? 2 vurulsun 3, burada verilən A, çıxılsın 5 və y olduğu kimi qalır. 2 vur 3, 6, 6 çıx 5, 1, 1, 8 olaraq qeyd olunacaq. İkinci qaydaya fikir verin. A nöqtəsi yenə 5, 8 olaraq qeyd edirəm. Y bərabərdir 4 düz xəttinə görə simmetriyanı göstərin deyir. Siz bunları qeyd eləməyi bilirsinizmi? Baxın, əgər bu y oxu, bu da x oxu olsa, x bərabərdir 3 düz xətti dedikdə 1, 2, 3 nöqtəsi burada qeyd olunub, düz xətt bu olur. Y bərabər düz xəttinə görə dedikdə 1, 2, 3, 4 nöqtəsi buradadır və belə qeyd olunur. Və yaxud da B nöqtəsi əgər verirsə 3, 4 nöqtəsinə görə artıq 3 nöqtə burada, 4 nöqtə burada. Bu nöqtəyə nəzərən simmetrik nöqtəni göstərin deyir. Nöqtə bu olur. İndi hal-hazır burada bu düz xəttlərə nəzərən simmetriyanı göstərin deyir. Eyni zamanda burada da həmçinin y bərabər x düz xəttinin nəzərən, y bərabər -x düz xəttinin nəzərən. Ona görə biz yerlər dəyişdik və burada da mənfi yazdıq. Yəni əslində sadə anlayışlardır. Sadəcə olaraq misal həllərində çətinlik çəkə bilərsiniz. Qarışıq misal tipləri verilir. Onların hər bir nizamlarını verəcəm. İndi isə 5, 8 nöqtəsi y bərabər 4 düz xəttinə nəzərən simmetrik nöqtəni göstərir. 5 nöqtəsi olduğu kimi qalacaq. Bu hissədə 2 vurulsun 4, çıx 8 y verdiyinə görə. Bu da bərabər olacaq. 5 olduğu kimi qalır. 2 vur 4, 8, 8 çıx 8 də 0-a bərabər. 5, 0 nöqtəsi olaraq qeyd olunacaq simmetrik nöqtə. Və üçüncü bu qaydanı elə buradan da izah edəcəm. A nöqtəsi verilir fərz edin. Nöqtə olsun 2, 3.
və B nöqtəsinə nəzərən simmetrikdir. B nöqtəsi də olsun 3, 1 nöqtəsi fərz eləyək. Və çevirmə necə olacaq? 2 vurulsun 3, çıxılsın 2, nöqtə vergül və 2 vurulsun burada verilən nöqtə 1, çıxılsın 3. Bu da bərabər olacaq. 2 vur 3 6, 6 çıx 2 də 4. 2 vur 1 2, 2 çıx 3, mənfi 1. İndi paralel köçürmədə verilən sual belədir. A nöqtəsi x, y nöqtəsi olsun. Paralel köçürmə zamanı x ştrix, y ştrixə keçibdir. Və bu ardınca belə sual verir ki, həmin köçürmədə hər hansı bir B nöqtəsi, onu da x1, y1 olaraq işarə edirəm. Bu paralel köçürmə vasitəsi hansı nöqtəyə keçər? Belə bir sual verir. Fərz edək A nöqtəsi verilibdir. Yenə də orada yazdığım 2-3 nöqtəsi qeyd edirəm. Paralel köçürmə zamanı mən bilmirəm hansı nöqtəyə görə paralel keçibdir. AB olaraq qeyd edirəm və alınıbdır. Fərz edək 5, 7. Bu paralel köçürmədə AB-ni hesablamaq üçün burada necə edirik? Biz tapmalıyıq 2 üstəgəl neçə 5 eli? Yəni 2 topla A bərabərdir 5 olmalıdır. Və növbəti 3 üstəgəl B bərabər olmalıdır 7-yə. Biz buradan bilirik A bərabərdir 5 çıx 2, yəni 3. A'mız 3'ə bərabərdir. B də nəyə bərabərdir? 7 çıx 3, 4'ə bərabərdir. A və B'ni tapdıq mı? 3 və 4. Və növbəti hər hansı bir nöqtə verilibdir. Onu da paralel köçürdük. Növbəti nöqtəmiz misal üçün B nöqtəsi olsun 10, 20. Və bunu artıq biz AB köməyi ilə, yəni A'nı tapmışıq 3, B'ni də tapmışıq 4. 3 və 4'ün köməyi ilə başqa bir nöqtəyə paralel köçürməliyik. Burada nöqtəyə görə simmetrik köçürmədir. Burada isə paralel köçürmədir. Sadəcə olaraq toplayırıq paralel köçürmədə. 10 topla 3, 13, 20 topla 4, 24. 2 mart və 9 mart tarixlərində bu mövzulardan düşən imtahan sualları belə idi. Orada hər hansı bir düstur verilibdir. X ştrix bərabərdir x üstəgəl A, y ştrix bərabərdir y üstəgəl B. Fərzilik ədədlər olaraq qeyd edirəm. X ştrix bərabərdir x üstəgəl 2, y ştrix bərabərdir y üstəgəl 3 və buradan x ştrix və y ştrixi tapın deyir. Hazır düstur verilib axı. Yəni bunun izahında biz x-in yerinə öz qiymətini 2-ni yerləşdirdik. 2 topla 2 4 və y-in qiymətini 3 topla 3 də 6-ya bərabərdir. Belə bu şəkildə növbəti paralel köçürmədə 4x ştrix, y ştrixi 4, 6 olaraq alırıq. Təbii ki, bu belə izahda rahat görünür. İmtahan həyəcanında və orada verilən sual tipinə görə siz qarışdıra bilərsiniz. Ona görə də mən bu videodan sonra dərhal bu mövzunun test izahlarını göstərəcəm. Orada mən xırdalıqlarına kimi asan səviyyəli misallardan başlayıb çətinlərinə doğru bütün sualların izahlarını göstərəcəm. Sizlər də əminəm ki, bu hər iki videonu izləyərək imtahanlarınızda bu mövzuya aid olan testləri rahat bir şəkildə hesablaya bilərsiniz. Çünki hər tərəfli mövzunu qavramaq üçün buna aid olan test tapşırıqlarının hamısını işləmək lazımdır. Sizlər diqqətli olun, son günlər qalmış qəti şəkildə ruhdan düşməyin. Daha çox çalışın, daha çox əzm göstərin. Hər nə sualınız olsa, çəkinmədən suallarınızı yaza bilərsiniz. Beləliklə bu videonun da sonuna gəldik. Növbəti videolarda görüşənədək sağ olun, salamat qalın.